Şəhər salma problemləri artıq dünyanı narahat edir. Burada çox dəyərli iştirakçılarımızdan da edib, dünya əhalisinin böyük bir hissəsi şəhərlərdə yaşayır. Sənayələrin böyük əksəriyyəti şəhərlərdədir. Bugün şəhərə biz baxanda, şəhər eyni zamanda bir mədəniyyətdir. O mədəniyyətdir ki, bu bizim həm tariximizi özündə saxlayır, həm də eyni zamanda bir tarixi mədəniyyətimizin bir parçası olmaqla milli mənəvi dəyərləri özündə ehtiva edir. Artıq yeni bir dünya düzənində, yeni bir dünyanın formalaşdığı dövrdə Azərbaycanın gördüyü işlər artıq dünya tərəfindən qiymətləndirilir. Dünya dövlətləri artıq nəhayət ki, Azərbaycanın bir çox sahələrdə apardığı ədalətli mübarizənin qəbul edirlər və ona görə də həm də bir təhlükəsiz ölkə kimi Azərbaycanda belə bir konferansların keçirilməsinə, belə bir diyalogların keçirilməsinə artıq öz razılıqlarını bildirir, dəstəkləyirlər. Bütövlükdə hər bir hadisə, hər bir inkişaf kadr siyasəti ilə bağlıdır. Yəni, bu da təsadüfi deyil ki, vaxtında ümummilli lider Heydər Əliyevin hələ Sovetlər dövründə Azərbaycanın milli kadr yetişdirmə siyasətinə xüsusi diqqət ayırmışdır.